Mən Fərid Rüstəmov 1993-cü ildə Zərdab rayonunun Gəndəbil kəndində anadan olmuşam. Kənd orta məktəbində təhsil aldım, Naxçıvanda hərbi xidmət keçdim. Xidmət etdiyim dövrdə kurs bitirərək çavuş rütbəsi aldım. 2013-cü ildə hərbi xidmətimi başa vuraraq kəndə qayıtdım. Ailə qurdum, 2 qız övladım var. 2020-ci ilin avqust ayında Azərbaycan ordusunda müddətdən artıq hərbi xidmət etməyə başladım. Dövlət Sərhəd Xidməti qoşunlarının xüsusi təyinatlı qüvvələrində gizir rütbəsi ilə kəşfiyyatçı, döyüşçü kimi xidmət etdim. Vətən müharibəsi dövründə torpaqlarımızın azadlığı uğrunda döyüşdüm. Zəngilan, Füzuli, Cəbrayıl, Kəlbəcər rayonlarının işğaldan azad edilməsində iştirak etdim. Zəngilanın azad olunması, Cəbrayılın azad olunması və vətən iştirakçısı medalları ilə təltif olundum. 2022-ci ilin sentyabr ayında ermənilər Laçın, Kəlbəcər, Zəngilan, Daşkəsən istiqamətlərində geniş miqyaslı silahlı təxribatlar törətdilər. Ordumuz bu təxribatların qarşısını alaraq düşmənə layiq olduqları cavabı verdi. Döyüşlərdə itkilərimiz də oldu. Mən də sentyabr ayının 12-sində Zəngilan ərazisində torpaqlarımızın müdafiəsi uğrunda şəhidlik zirvəsinə yüksəldim. Çox sevdiyim övladlarım ailəmə, vətənimə əmanət qaldı.